bulaq qalıb hələ, dağların gül lalasıyam, qalavoynu balasıyam. Səsi tutardı dünyanı, əskər də qara zurnanı, mən də sazı çalasıyam, qalavoynu balasıyam. Yağı qarınlara basıb, ey bizində olmuş şişası, o illərə yanasıyam, qalavoynu balasıyam. Babalarımızın dediğine göre Gölkent'te ilk defa bir Abbasəli kişi deyirlər, Allah rəhmət eləsin, onun yaşadığı evin, sonralardan Abbasəli kişi orada ev tikdirmiş, orada
ev tikirlər, sonra isə başqa bir yerdə. Bir müddətdən sonra deməli, belə bir hadisə danışırlar ki, Cıvıq kişinin, yoxsa Gödək Mustafa'nın qızlarından biri Balaxanım olur, bizim indi Cıvıqlı deyilən yerə payız vaxtı gəzintiyə gedirlər, alma armud yığırlar meşədən və gözəl armudlar gətirirlər, böyük armud. Çox gözəl, dadlı, şirin armud gətirirlər və kişi onu görür, deyir, bala, bunu haradan aldınız? Deyirlər ki, bəs filan yerdən. Gedək göstərin mənə. Adam da qocalıb, taqətdən düşüb, əsasına dirənə-dirənə gedirlər, həmin kəndə çıxırlar. Cıvıqlı deyilən yerə. Və baxır ki, 7 dənə armuddur, armud ağacıdır. Əsasını oraya dikir, deyir ki, mənim evim burada tikiləcək. Burada ev tikəcək. Və sonradan bütün tayfa ilə hamısı köçür Cıvıqlıya. Bütün tayfa ilə. Bir müddət 7 qardaş olurlar. 7 qardaş olanda bir müddət keçəndən sonra onlardan biri, Alı deyilən biri geri Gölçəndə qayıdır. Gölçəndə gəlir və biri isə Salahda məskunlaşır. Cəfər adında biri. Onun ismi ilə Göyərçini deyilən yaylaqlarda Cəfərin yurdu deyilən yer də vardı. Və beləliklə qardaşların ikisi burada qalır, biri Qazaxda qalır, bir qardaş Qazaxda qalır, o biriləri isə bizim Cıvıqlı deyilən torpağa gəlirlər. Bu minvalla beləliklə Cıvıqlıda Cıvığın 8 övladı olur. Bu 8 övladlardan 4'ü dünyasını tez dəyişir. İsimlərini verə bilməyəcək, çünki bizdə olan məlumatlar yoxdur. Və o gerdə qalan 4'ü Mansır, Tağı, Nəvi, Qoca. Bunlar kəndin ayrı-ayrı yerlərində, müxtəlif yerlərində məskunlaşırlar. Özlərinə ev tikirlər, ailə qururlar və böyük bir tayfanın aparıcısı olurlar. Beləliklə, deməli, kəndin əsas aparıcı qüvvələri bu 4 tayfa arasında olur və müxtəlif yerlərdən gələn sakinlərə isə tezliklə qız verib qız almaqla onlar qaynayıb qarışırlar. Onu deyə bilərəm ki, Mansırı deyilən məhlədə bizim kökümüz nəslimizdir. Tağlar məhləsi var, Nəvlər məhləsi var, Qocalar məhləsi var. Və bunlar hamısı biri-biri ilə keçmişi unutmamaq üçün sıx əlaqədə olurlar. Günü bu gündə dədə babaları neçənci əsrdəsə əmi uşağı olub deyə, yəni bu gündə biz bir-birimizə əmi oğlu, əmi qızı deyirik. Yəni bu kökü unutmaq olmaz. Ondan sonra onu deyə bilərəm ki, bizim kənddə çox gözəl adət-ənənələr vardır. Mən uşaqdım, yadımdadır. Bizim kənddə Məhəmməd əmi vardı. Gözəl insandır. Gözəl saz çalardı, gözəl səsi vardı. Onun bu saatda mənim qulağımdadır. Ağ gül, qırmızı gül, bir də sarı gül deyilən bir mahnı ifa edirdi sazda. Və mənim onda olardı 8-9 yaşım. Bu saatda yadımdan çıxmır. İsmixan vardı, Bayram vardı, Tahar vardı. Bunlar zurnaçı dəstəsi idi. Və Qaraqoyunda da ilk dəfə zurnaçı dəstəyini bunlar yaratmışdı. Qaraqoyunların ən gözəl adət-ənənələrindən biri də toy mərasimidir. Bugünkü toy mərasimləri ilə Qaraqoyunların elədiyi toy mərasiminin arasında dağlarca fərq var. Çünki həmin toyda insan dincəlir, insan həqiqətən də toya gəldiyini bilirdi. 6 gün toy olmağına baxmayaraq, bir həftə toy olmağına baxmayaraq, davam edirdi toy. Yuxarı aylardı, nə bilim, hazırlıq görülərdi, çadırlar qurulardı. İlk öncə kəndin cəmaatını dəvət edirdilər.
kəndin cəmaatı yeyib içdikdən sonra, toyda əyləndikdən sonra qonşu kəndlərin, ikinci gün qonşu kəndlərin adamlarını dəvət edirdilər. Və elə bir hal olurdu ki, hətta bir gündə imkan olmurdu, ikinci gündə çağırırdılar. Ondan sonra qız evində toy olurdu. Gəlin gətirməyə getdikdə isə ilk öncə ev sahibi bəy evindən adamları, gələn qonaqları dəvət edirdi, masaya dəvət edirdi, çadıra dəvət edirdi. Bunlar şənləndiyi momentdə gedib qızı bacılıq evindən gətirdilər. Şah bəzənərdi. Gəlinin başına taytuşu qızlar yığılardı, kəndin qızları. Hər kəs öz hörmət əlaməti olaraq onun hədiyyəsini gətirərdi. Xınayaqdı eləyərdilər. Və sonra gəlini köçürürdülər. Gəlini köçürdükdən sonra isə axşam bəy evindən qardaşlıq evinə gedilərdi. Qardaşlıq evinə getdikdən sonra bu da bir toydur. Toyun əsas mərasimi buydu. Qardaşlıq evindən gəldikdə gecə gəlinlər tüfənglərlə, lopa ilə, yəni şam deyirik şimdi, böyük lopalar düzəllərdi və uzun məsafə olmasına rağmen, ona baxmayaraq, adamlar çox şən gələrdilər. Zurna ilə, sazla, tüfənglə və bəyi gətirib evinə çatdırırdılar. İndiki bu mərasimdən heç bir şey yox. Çox gözəl adət-ənənə. Qarşımda atamın əl yazmaları var. O şair təbiətli bir insandır. Çox gözəl şeirləri var. Təəssüf olsun ki, bugün o aramızda yoxdur. Vətən həsrəti ilə o dünyasını dəyişdi. Mən onun şeirlərindən sadəcə birini, bir misrasını söyləmək istərdim. Qaya çapıb qəsir qurdum, zəhmət mənim, ev özgənin. O ovladım, şikar qurdum, ad mənimdir, dad özgənin. Çınqıllarda bir bağ saldım, bağa baxıb mən həzz aldım. Köş dedilər, rahmat qaldım, bağ mənimdir, bar özgənin.
Qaraqoyunlu deyəndə məndə bədənimdə nə qədər hüceyrə var, hamısı oyanır. Bu bədəndə adrenalin hormonu var. O stres hormonu sayılır. Məsələ bəzən görürsən adamın tükü biz-biz olur. Həmən hormonun qanda miqdarı artanda tükün dibini idarə edən əzələlər oyanır və tük biz-biz olur. İnandırıram sizi, mən yuxuda da Qaraqoyunlu görürəm, həyatda da Qaraqoyunlu hiss edirəm. Məsələ, insanın ən ağır itkisi vətən, yer itkisidir. Alim var, Sergey Cilay, onun sözü var ki, vətəni itirmək ikinci ölmə bərabərdir. Yurt həsrətini Allah heç kimə göstərməz. Tarix biz o yurtda yaratmışdı, o yurt bizim üçündür. Mən heç vaxt fikirləşə bilmirəm ki, o murdar ermənilər o yurdu şenləsin, o yurtda o necə Qaraqoyununu çalçağır vaxtında olan dərə indi yenə də həmən vəziyyətin alsın. Mənim ağlım kəsmir onu. Çünki hər bir yeri yaradan, insanı yaradan yerdir, torpaqdır. Biz yalnız Qaraqoyunlu dərəsi Qaraqoyunlularla gözəl ola bilər. Mən həmişə bu ruhla yaşayıram. Ayrılıq sinəmi çarpaz dağlayır. Ürəkdən şad olub gülənmirəm mən. Yollarımı yağı düşmən bağlayır. Ay vətən, qoynuna gələnmirəm mən. Şirin arzularım gözümdə qaldı. Vəsf etdim hüsnünü, sözümdə qaldı. Axdı gözüm yaşı, üzümdə qaldı. Qurudu damlalar, silənmirəm mən. Qar yağdı, dəyişdi ayaz halımı. Ağlamaqla dərdim ay azalımı. Yaman dərdə düşsün aya zalımı. Dərdimə bir çara bulanmıram mən. Qaraqoyunluyam, imandı ismim. Qəm qismətim oldu, alışır cismim. Murğuzda qalıbdı candan bir qismim. Onu ziyarətə gələnmirəm mən.